Çünki mənim bu dilim mənə şəhadətlik eləyəcək ki, sən bunları demisən. İndi yan, indi alış, indi partla, indi öl. Çünki mənim bu dilimin aqibəti mənə aparacaq ora. Amma Allah səni sevir. Allah səni sevir və istəmir ki, sən orada olasan. O sənin günahına görə İsa'nı qurban verdi. Əgər biz heç nəsiz qardaşımıza, bacımıza raqa, axmaq söyləyirsə, bu bizə bəzən adi gəlir. Amma görün bu Rəbb üçün nə qədər diqqətlidir, əhəmiyyətlidir ki, bizim ağzımızdan çıxan hər bir şey və deyir, kim qardaşına, bacısına raqa deyərsə, o cəhənnəm oduna məruz qalacaq. Ay aman, nə qədər demişəm yarə. Ay aman, nə qədər söyləmişəm yarə. Ay aman, tövbə edirəm yarə, məni bağışla. Mən də etiraf edirəm burada. Bax elə bu yerdə qurbangahın önündə, Məsihin qurbangahının önündə, İsa'nın çarmıxının önündə onun qanı üçün yalvarıram ki, yerə düşməsin. Roma əskərlərinin üstünə də deyil hətta. Qoy mənim üzərimə düşsün və İsa'nın qanı mənim bütün murdar irgəncliklərimi təmizləsin, bağışlasın. Çünki mənim bağışla təmizlənməyə ehtiyacım var. Sən də indi qalx ayağa gəl. O çarmıx 2000 ildir ki oradadır. Və İsa Məsih 2000 ildir ki sənə görə qurban gedib. Və sən də dur ayağa çıx gəl və o çarmıxın önündə etiraf elə. Söylə ki səni Allah bağışlasın və sən təmizlənəcəksən.